Hörmətli izləyicilər, bir daha sizləri salamlayırıq. Ulduz Cup beynəlxalq futbol turnirində qrup oyunları davam edir. İndi isə C qrupunun qarşılaşmaları keçirilir. Qurba Olimpiya kompleksinin stadionunda. C qrupunda Qazaxstanın Qayrat futbolçuları ilə Özbəkistanın Paxtakor komandası üz-üzə gələcək. Bir neçə dəqiqədən sonra qeyd edək ki, Qazaxstan klubu 18 futbolçu ilə qatılıb. Qubadakı yarışa Paxtakor da eyni sayda futbolçu ilə ölkəmizdə mübarizə aparır. Son hazırlıqlar gedir. Oyuna bir neçə dəqiqədən sonra artıq görüşün start fitili səsləndiriləcək. Onu da qeyd edək ki, ötən gün keçirilən görüşlərdə C qrupunun oyunlarında Paxtakor sabahla üz-üzə gəlib səhər saatlarında və 2-0 hesabı ilə qələbə qazanıb. Qrupdakı ilk 3 xalını qazanıb. Qayrat isə Duşorla görüşüb Qırğızistan komandası ilə və həmin oyunda Qayrat 3-0 hesablı qələbəyə sevinib. Hər iki komandanın qrupdakı aktivində 3 xal var. Və hər iki komandaya biz də öz növbəmizdə uğurlar arzulayırıq. Onu da qeyd edək ki, C qrupunda Azərbaycanı təkcə Sabah komandası təmsil edir və hazırda paralel keçirilən görüşdə Sabah Qırğızistan klubu Duşorla üz-üzə gəlir. İlk sarı vərəqə Qayratın üzvünə göstərildi. Komandanın 17 nömrəsi Şalkaruli ilk rəsmi xəbərdarlığını alır hakim tərəfindən. Cərimə zərbəsi yerinə yetirəcək Paxtakor. Qapıya kifayət qədər məsafə var. Yəqin ki, buradan komanda yoldaşlarına ötürmə edəcək Paxtakorun üzvü. İşarə verildi. Qapıya baxır. Birbaşa qapıya zərbə. İnkarbek komandanın golkiperi yerindədir. Sabah Duşor görüşündə isə artıq hesab erkən dəqiqələrdən açılıb. Qırğızistan klubu hesabı açaraq hələ ki öndədir. Onu da qeyd edək ki, Paxtakor bu turnirin favoritlərindən hesab olunur. Hələ ki bir oyuna çıxıb bu komanda və həmin oyunda göstərdiyi nəticə və oyun ilə beynəlxalq turnirdə adından söz etdirə bilir. Cərimə meydançasına daxil olub Paxtakor futbolçuları bir rəqibindən yayının ötürməsini etdi, amma müdafiəçilər müdaxilə edirlər hazırda. Uzaqlaşdırma cəhdləri öz bəhrəsini vermir. Top hələ də cərimə meydançasındadır, indi uzaqlaşdırıldı, amma Paxtakorun hücumu davam edəcək. Sağ cinahdan komanda yoldaşına ötürmə etmək istəyirdi, amma ötürməsi istədiyi kimi alınmadı. Out. Geriyə. Komanda yoldaşlarına, mərkəzdə olan komanda yoldaşını gördü, ötürməsini etdi. İrəliyə doğru ötürmə. Qayrat futbolçuları hücumun qarşısını almaq cəhdləri hələ ki uğurlu alınır. Görüş dayandırıldı. Qayratın 2 üzvü yerə yıxılıb. Sərbəst zərbə ilə oyun davam etdiriləcək.
Stolbergin sərbəst zərbəni yerinə yetirdi. Paktakor hücumdadır. Sağ cinahdan bir rəqibini keçir. Paktakorun üzvü qapıya doğru yaxınlaşmaya çalışır. Ötürməsini etdi. Cərimə məhdəsi qəbul edilir və hesab açılır. Paktakor hesabda önə keçir. Komandanın 7 nömrəsi. Hesabı açdı. Paktakor. Saudumar Xodayev. Qolun müəllifi məhz odur. Paktakor hesabda öndədir. Oyunda bəzi əvəz etmələr reallaşdı. Qayrat oyuna yenidən mərkəzdən başlayır. Paktakor topu irəlidə ələ keçirməyə çalışır. Qayda pozuldu. Cərimə zərbəsi yerinə yetirir. Qayrat bir daha qeyd edək ki, bu komandalar ötən günkü qrupun ilk oyununda hər ikisi qələbə qazanıb. Paktakor Sabaha, Qayrat isə Suduşora. Qapısını toxunulmaz saxlayaraq qalib gəliblər. Hücum davam etmədən qarşısı alındı. İndi əks hücumda Paktakor keçdi. Cərimə məhdəsinə yaxınlaşdı. Qapıya zərbə. Komanda yoldaşını ötürmə də edə bilərdi. Sağ cinahda, daha doğrusu sağ tərəfdən komanda yoldaşı tamamilə boş zonadaydı. Zərbənin müəllifi isə komandanın 9 nömrəsi Musabekov idi. Mərkəzdə başa-baş mübahisə davam edir. Out. Yəni xəttdən meydanı tərk etdi. Altı dərhal yerinə yetirirlər. Orada Paktakorun 4 üzvü var. Kobudluq. Daha bir zərbə. İndi Qayrat hücumdadır. İkinci cəhd. Uzaqlaşdırılır top. Geridə bir futbolçu var. Əks hücumda Paktakor Qayratı yaxalamağa çalışır. Cərimə məydəsinə yaxınlaşır. Keçdi. Bir futbolçunun zərbəsi. Yenə də uğurlu olmadı. Komandanın 10 nömrəsi Azamotov. Yaxşı fürsət əldə etmişdi, amma dəyərləndirə bilmir. Paktakor ikinci belə bir vəziyyət yaranır. Diqqətli olmalıdır. Qazaxıstan təmsilçisi artıq bir neçə dəqiqə ərzində ikinci belə bir cəhdi. Qapıya zərbə və Qayrat hesabı bərabərləşdirir. Geridə Paktakorun futbolçularının səhvindən yararlanan Qayrat futbolçuları hesabı bərabərləşdirirlər. Qolun müəllifi isə komandanın 7 nömrəsi Muzikovdur.
Başa-baş mübarizə izləyirik biz. Paxtakor Qayrat qarşılaşmasında. Məsələdəki 1-1'dir. Geriyə qədər qayıtdı top. İndi yan xəttdən meydanı tərk edir. 6-20 ötürəcək Paxtakor. Daha bir out. Out Qayratındır. İrəli ötürmə. Çatmadı komanda yoldaşına. Cərimə zərbəsi Paxtakor yerinə yetirir. Ötürmə komanda yoldaşına, sağ cinahdan hücuma çıxmaya çalışırlar. 2 futbolçu qarşısına alır onların. İndi isə 2 futbolçu da hücuma çıxmaya çalışırlar. Bu dəfə Paxtakor icazə vermədi. Mərkəzi ötürmə. Sol cinahda komanda yoldaşı tamamilə boş mövqelərdə ötürməsini etdi. Keçməyə çalışır rəqibindən. Top meydanı tərk etməyib. Qasi kobudluqla alındı. Paxtakorun hücumunun. Aksanov. Yıkılan futbolçu məhz o idi. Standart vəziyyət çox yaxşı mövqeydəndir. Cərimə meydançasına ötürmə olarsa fərqlənmək imkanı var. Müdafiəçilər imkan vermədilər zərbə endirməyə. Paxtakorun hücumuna. İndi cərimə üçüncü zərbə yerinə ötürülür. Sol ayaqla qapı önünü ötürmə, başla zərbə. Ötürmə yaxşı alınmışdı, amma zərbə qapıdan xeyli aralı keçdi. İlk hissədə bərabərlik davam edir. 1-1 hesabı ilə heç heçədir bu qarşılaşmada. Evet. Qayrat futbolçuları ön xəttdə topu ələ keçirməyə Baykar'a çəkilir. İndi sürətlə Paxtakorun hücumunu izləyirik. Önə keçdilər, rəqibindən yaymaya çalışır. Zərbəsi yenə də alınmadı. Top yan xəttdən, qapı xəttindən meydanı tərk etdi. Bu zərbənin müəllifi Denis Obekov idi. Bir qədər əvvəl onun eyni hücum zamanı eyni zərbəsini izləmişdik. Obekov zərbə qapıya doğru. İndi qapçı topu ilk həmlədə tuta bilməmişdi, ona görə də pressing tətbiq olundu. Yıkılan futbolçu var, Qayratın üzvü yerdədir. Heç bir problem yoxdur. Qəbul olunur.
mərkəzdə ələ keçirildi. Fərq futbolçuları indi irəli atılıblar. Ötürmə, cinah dəyişməyə çalışdılar, alınmadı. Uzun ötürmə, keçmir. Mərkəzdə hər iki komanda topu ələ keçirmə cəhdləri yerinə yetirir. 3 futbolçudan yayınmağa çalışdı. Qarşı kobudluqla alındı komandanın 8 nömrəsi. Samov. Sürətli hücum izlediği Paktakor'dan 3 futbolçu var önündə. Ötürməsi geriyə doğru alınmır. Cərimə zərbəsi. Davay Paktakor! Paktakor davay! Allah Allah! Yıxıldı. Paktakor! Paktakor! Ötürmə, qarşı tutabılmıyor topu. İndi qarşılıqlı yaranıb uzaqlaşdırırlar. Amma zərbələr davam edəcək. Qarşı uzaqlaşdırılır. Amma Paktakor'dadır hələ də. Aşad Bey! Parayı keçirilən görüşdə Sabah Sudoşi oyununda, Suduşor oyununda vəziyyət dəyişməyib. Sabah ilk dəqiqələrdə qarşısında gördüyü qolla geridədir. İlk hissənin bitməsinə isə az vaxt qalıb. Zorsan, davay! Davay! Olga! Gəllə oyun. Abdullayev gəllə oynamışdı. Həmin epizodda. Paktakor! Meydanın özünə məxsus hissəsindən Kayrat cərimə zərbəsi yerinə yetirir. İrəlidə komanda yoldaşları var. İrəliyə doğru uzun ötürmə. Top qəbulunda problem yaşadı Kayrat futbolçuları. İndi topu ələ keçirmə cəhdləri isə Paktakor'undur. Out. Geriyə. Qapıçıya qədər qayıdır top, amma qəbul edə bilmir qapıçı topu. Təhlükəli bir vəziyyət yaranıb, uzaqlaşdırmalıdır, bunu bacarır. Out yerinə yetiriləcək. İrəliyə ötürmə, yenidən out. O zonadan çıxmağa çətinlik çəkir hər iki komanda. Ona görə də biz ardıcıl outlar izləyirik. Hər iki komanda ümumiyyətlə yan xəttdən uzaqlaşmağa çalışır. Qarşılıq yaranıb. Yenə out. İrəliyə ötürmə, yaxşı sıyrıldı rəqibindən. Yaxşı keçmişdi rəqibini, amma imkan vermədilər onun irəliləməsinə. Komandanın 70 nömrəli futbolçusu Vaxtiyerov. Yeni də out.
Təxminən 2 dəqiqəyə yaxındır ki, hər iki komanda meydanın sağ yan xəttində ardıcıl outlar yerinə yetirir. Amma hələ də o zonadan çıxa bilmirlər. İrəli ötürmə. 3 futbolçudan yayınmağa çalışır. Çox çətin görünür onun vəziyyəti. Müvazinəti itirdi, yıxıldı. Amma hücum isə davam edəcək. Qayrat cərimə meydançasına ötürmə. Top əks cinaha keçir. Orada isə heç kim yoxdur. İrəliləməyə çalışır. Ötürmə irəliyə doğru. Cərimə meydançası daxilinə hətta deyərdim. Yenə də yan xəttdən çıxır top. Hesab 1-1'dir. Yəqin ki, bu komandalar ikinci hissədə vəziyyəti dəyişməyə çalışacaqlar. Paxtakor topu ələ keçirir, irəliyə ötürmə. Sürətlə hücuma çıxıb Paxtakor, amma görək hakim nə qərar verəcək. Küncdən zərbə. Müdaxilənin tamamilə qaydalar çərçivəsində olduğu qənaətindədir hakim. Küncdən zərbə yerinə yetiriləcək. Paxtakor indi standart vəziyyəti dəyərləndirməyə çalışacaq. Cərimə meydançası daxilində 4 futbolçu var Paxtakorun heyətindən. Ötürmə başla uzaqlaşdırılır. Və ilk hissə başa çatır. Paxtakor Qayrat qarşılaşmasında hesab hələ ki 1-1'dir. Hörmətli izləyicilər, Qayrat Paxtakor görüşündə ikinci hissəyə start verildi. İlk hissədə hər iki komanda rəqib qapısından bir top keçirib və hesab hələ ki bərabərdir 1-1. İndi yəqin ki ikinci hissəyə hər iki komandanın hesabı dəyişmək baxımından bir planı var. Görək vəziyyət necə olacaq ikinci 20 dəqiqəlik vaxt ərzində. Out yerinə yetirir Paxtakor. Çıxmağa çalışırlar həmin zonadan. İleriyə doğru uzaqlaşdırılır top. Amma hələ də Paxtakor hücumdadır. İki rəqibin arasından sıyrılır. Cərimə meydançasına daxil olur. Zərbəsini endirir və Paxtakor İkinci hissənin əvvəlində hesabda önə keçir. Komandanın 9 nömrəsi Musabekov. Saidahmol Musabekov. Qolun müəllifi məhz həmin futbolçudur. Oyun yenidən mərkəzdən başlayır. Yenidən hücumdadır Paxtakor futbolçuları. Cərimə meydançasına yaxınlaşırlar. Sol cinahdan rəqibini keçməyə çalışır, amma təhlükənin qarşısı alındı. İrəliyə uzun ötürmə. Başla uzaqlaşdırılır. Mərkəzdə topu qazanma uğrunda mübarizə davam edir. İndi Qayrat topu ələ keçirib vəziyyəti xeyrinə dəyişməyə çalışır. Qarşılıqlıq yaranıb. Keçir bir rəqibini, ikinci ona imkan vermir irəliləməsinə. Mərkəzdən yaxşı ötürmə izlədi, amma bir qədər qüvvətli alındı. Qapçı qarşılayır topu.
dərhal da komanda yoldaşlarını ötürmə edir. Sol cinahdan indi Qayrat hücumunu davam etdirməyə çalışacaq. Çatır topa Qayratın üzvü. Qayratın 10 nömrəsi və out. Gəlir ötürmə. Paqtakorun üzvü ələ keçirir topu. Mərkəzə doğru ötürmə izlədi. Ələ keçirirlər topu, irəli ötürmə. Sağ cinahdan qəbul olunur. Keçməyə çalışır, bir rəqibindən yayındı. Ötürməsini etdi. Dəqiq alındı. İndi orada Qayratın çox futbolçusu var idi. Amma topu ələ keçirirlər. İrəli ötürmə. Mərkəzdən davam edəcək hücum. Sıra isə Paqtakordadır. Küncdən zərbə yerinə yetiriləcək indi. Cərimə məçəsini ötürmə. Təhlükə sovuşmayıb hələ ki. Uzaqlaşdırma çalışırlar, amma yenə də küncdən zərbə olacaq. Standart vəziyyət davam edir. Sol ayaqla cərimə meydançasını ötürmə. Təhlükəli vəziyyət yaranıb orada. Yaralana bilmirlər hələ ki. Qarşılığı davam edir. Qapıya doğru birbaşa zərbə indirmişdi, amma hakim görüşü dayandırır. 50 oyuna görə. Cərimə zərbəsi yerinə yetirəcək Paqtakor. Qapıya kifayət qədər məsafə var, amma ötürmə üçün əla fürsətdir bu zona. Tam mərkəzdən Paqtakor hücumunu başladır. Qapıya doğru zərbə. Amma elə də kifayət qədər yaxşı alınmır. Qarşılayırlar topu. Qayrat hücumdadır. Qapıya zərbə. Elə də qüvvətli alınmadı. Amma alqışlamaq lazımdır. Komandanın üzvlərini yaxşı hücum izlədik onların ifasında. Ümumiyyətlə Paqtakor meydanın özünə məxsus olan hissəsində rəqibə keçid vermir. Əsasən Qayrat futbolçuları rəqibin səhvlərindən yararlanmağa çalışırlar. Hücumlarını məhz ona görə qururlar. Müdafiə baxımından isə alqışlamaq lazımdır Paqtakoru. Top yan xəttdən meydanı tərk edir. Out. İrəliyə doğru ötürmə. Yan xəttdən meydanı tərk edir top. Daha bir out. Paqtakor futbolçusu topu ələ keçirir. Ötürməsi. Qarşısında iki futbolçu var. Keçmir ötürmə, amma top hələ də Paqtakordadır. Yıxılır futbolçu. Qarşılıq yaranıb cərimə meydançasında. Ötürmə etmələrinə icazə vermədilər. Yenə də out. Qayrat futbolçuları out'u yerinə yetirəcəklər. Ələ keçirilir top. Yaxşı yayındı rəqibindən. Bir rəqibini keçir. İrəliyir sol cinahdan. İkinci rəqibi qarşılayır onu. Topu itirir. Amma dərhal da qazanır.
Qapıya zərbə. Top qapıcıdan meydanı tərk edir. Gücdən zərbə yerinə yetirəcək Paxtakor. Daha bir standart vəziyyət. Paxtakorunda cərimə meydançasında 5 futbolçusu var. Bu komandanın ötürmə qapı önünə keçmir, uzaqlaşdırırlar topu. Geridə qəbul edir Paxtakor futbolçuları. Amma hücum qurmaq baxımından hələ ki çətinlik çəkirlər. Oyunu dayandırırlar. Cərimə zərbəsi yerinə yetirəcək indi Kayrat. Bütün komanda yoldaşları irəlidədir. Ötürməsini etdi irəliyə doğru. Cərimə meydançasına qədər gəldi top. Başla zərbə. Əslində zərbə demək olmazdı bunu cəhdə. Amma yenə də qapıya doğru ünvanlanmışdı. Top qapı xəttindən oyuna qaytarılır. Paxtakorun üzvü uzaqlaşdırır topu. İndi sağ cinahdan komandanın 9 nömrəsi hücuma çıxmağa cəhd göstərirdi. Qarşısını alırlar. Out. Ötürmə irəliyə doğru. Kobudluq yoxdur, oyun davam edəcək. Kayrat hücumdadır, mərkəzdə qəbul olunur top. 4 futbolçu var əhatəsində, amma topu hələ ki itirməyib. Keçməyə çalışır rəqibini, bir rəqibini keçdi. İtirirlər topu, qarşılıq yaranıb orada. Ötürmə keçmədi. Paxtakor da ardıcıl top itkilərinə yol verir. İndi yaxşı hücuma çıxmağa cəhd göstərə bilər. Komanda cərimə meydançasına daxil olur. Komanda 10 nömrə keçməyə çalışırdı, amma topu yan xəttdən meydanı tərk edir. Yan xəttdən top oyuna qaytarılacaq. Kayratın heyətində isə 2 oyuncu əvəzlənir. Üzr istəyirəm, 3 oyuncu əvəzlənir. Məşqçi tərəfindən. Sabah Suduşor qarşılaşmasında isə hesab bərabərləşdi. Bu dəqiqələrdə Sabah hesabda tarazlıq yaratdı. Ötürmə etmədi, rəqibindən yayındı. Sağ cinahda 2 futbolçu var əhatəsində. Keçməyə çalışır. Amma hələ ki alınmır və top yan xəttdən meydanı tərk etdi. Yenə də out olacaq. Hakim öz göstərişlərini verir. Qapının içində top var idi, ona görə də qapıcıya Paxtakorun qapıcısını bildirir ki, həmin top çıxarılmalıdır. Sağ cinahda ardıcıl outlar. Paxtakor bu yolla yavaş-yavaş cinahdan irəliləyir. İndi cərimə meydançasına birbaşa ötürmə. Gözlədik hakim. Bir rəqibindən yayında ikinci rəqibini keçməyə çalışa bilər. Kayratın üzvü yaxşı da keçmişdi əslində, amma qarşı kobudluqla alındı. Kayratın futbolçusunun. Komandanın 20 nömrəsi Satbayev yıxılıb. Gözəl bir dribling izlədi ondan. Əhsən bu futbolçuya.
Məsafə kifayət qədərdir, amma ötürmə üçün yaxşı fürsətdir. Ötürmə birbaşa cərimə meydançasına, amma uzaqlaşdırılır top. Yaxşı keçdi rəqibindən. İki futbolçu var önündə, almağa çalışırlar topu. Kitin ötürmə. Rəqibini yaxşı da ötürmə etdi. Qapçıya yaxınlaşmaq olardı. Ayağa qalxır, zərbəsini də indirir, amma elə də qüvvətli alınmır. Bu qədər əvvəlki qolun müəllifi idi Musa Beykov. Alqışlamaq lazım bu futbolçunu. Yerə yıxılsa da ayağa qalxdı və zərbəsini endirdi. Kitin özü irəliləyir, keçir bir rəqibini. Amma qarşılığıyla topu dərhal da uzaqlaşdırılır. Amma Paxtakorun hücumu davam edir. Top qapı xəttindən meydanı tərk etdi. Qapçıdan irəliyə doğru ötürmə. Digər qapçıya qədər gəlmişdi və qapçının səhvindən yararlandı. Qayratın üzvü hesab bərabərləşir. Paxtakor Qayrat qarşılaşmasında. Satpayevdir qolun müəllifi. Qayratın qapçısı irəli qüvvətli zərbə indirərək topu meydanın rəqibə aid olan hissəsinə göndərmişdi, amma Paxtakorun qapçısının səhvindən yararlanan Satpayev hesabı bərabərləşdirir. Paxtakor Qayrat oyununda. Sabah Duşor görüşündə isə komandamız irəli keçib 2-1 hesabı ilə irəlidədir. Paxtakor hücuma çıxmağa çalışırdı. Hələ ki hücum davam edir, amma müdafiəçilər imkan vermirlər rəqibin irəliləməsinə. Hazırda hər iki qarşılaşmada 2-2 hesabla eç-eçə davam edir. Qayratın üzvü sona dək mübarizə apardı həmin epizodda. Onu da qeyd edək ki, hazırda C qrupunda Paxtakor və zərbə izlədik biz Qayrat futbolçularından. Bəli, C qrupunda Paxtakor və Qayratın ərəsinin 3 xalı var dünənki qarşılaşmalardan sonra. Hələ ki qolları da sayası olsaq, Qayrat irəlidədir. Ona görə ki, dünən Duşorla görüşdə 3-0 hesabı ilə qələbə qazanıb. Paxtakor Sabahı 2-0 hesabı ilə məğlub edib. Paralel keçən görüşdə bir daha xatırladaq ki, hesab 2-2-dir. Eyni hesab qeydə alınır. Əgər bu hesabla başa çatsa həmin oyun, Sabah və Duşor aktivini ilk xalını yazdıracaqlar. Qayrat və Paxtakor isə 4 xalla qrupa başçılıq edəcəklər, amma qol sayına görə hesablasaq Qayrat irəlidədir. Top qapı xəttindən meydanı tərk edir. Küncdən zərbə elinə yetirəcək Paxtakor. Özür istəyirəm, Qayrat küncdən zərbəni elinə yetirəcək.
Yaxşı bir küncdən zərbə izləyirik biz hazırda. İmkan verir müdafiəçilər. Out. Başa cərimə meydançasını ötürmə. Orada boşluq yaranıb, amma faydalana bilmir Kayratın üzvü. 33 nömrəli futbolçu idi. Tolep Bergen zərbənin müəllifi. Sol cinaha ötürmə, çata biləcəkmi topa? Çatır. Qarşısında bir rəqib var. Cərimə meydançasına ötürmə, amma biraz qüvvətli alınmışdı. Ona görə də qarşılayırlar topu. Qapıdan zərbə. Yerinə yetirəcək. Kayrat. Vuruş dayandırılır. Tam mərkəzdən cərimə zərbəsi yerinə yetirir Kayrat. Qapıya doğru zərbə. O məsafədən birbaşa qapıya ünvanladı topu Kayratın üzvü. Küncdən zərbə olacaq. Kayrat yenidən standart vəziyyətdən istifadə etməyə çalışacaq. Küncdən zərbə yerinə yetirildi. Təkrarlanacaq. Küncü zərbəsi. Uzaqlaşdırma cəhdləri. Kayratın 10 nömrəsi indi. Və beləliklə Paktakor Kayrat qarşılaşması da başa çatır. 2-2 hesabı ilə Sabah Duşor görüşündə də hesab 2-2 bitdi. Hazırda qrupdakı vəziyyət Kayrat 4 xalla birincidir. Paktakor eyni xalla ikinci yerdədir. Sabah və Duşor isə hərəyə 1 xalla qrupun müvafiq olaraq 3-cü və 4-cü yerlərindədir. Növbədə isə A qrupunun oyunları gözləyir bizi. Bir qədər sonra həmin qarşılaşmaları başlayacaq. Hələlik.